Yumuşaq və bir o qədər də ətirli sarımsaqlı çörək resepti bölüşürəm. Adından göründüyü kimi bunun üçün bizə bol sarımsaq lazımdır. Mayalanmış xəmiri soba listinə yığıb üzərini örtüb 10-15 dəqiqə gözlədirik. O gözləyənə kimi üzərinə çəkəcəyimiz sosu hazırlayaq. Bunun üçün bir tutam şüyüd, göy və 3 diş adi sarımsaq, duru yağ, duz və istiot əlavə edib qarışdırırıq. Siz zövqünüzə görə sarımsağın miqdarını artıra və ya azalda bilərsiniz. Artıq 15 dəqiqə gözlətdiyimiz xəmirin üzərinə kəsiklər atıb sosu üzərinə çəkirik. Sosun və xəmirin içərisinə qatdıqlarımı dəqiq miqdarını açıqlama bölməsində qeyd etdim. Sosu çəkib bitirdikdən sonra üzərinə rəndələnmiş Holland pendiri əlavə edib sobaya göndərirəm. Bu qədər. Siz təbii ki, bura pendirdən əlavə sevdiyiniz başqa tərəvəzləri də zeytun, pomidor və s. də əlavə edə bilərsiniz. 200 dərəcədə alt-üst rejimdə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk. Hazır olduqdan sonra istər yeməklərin yanında çörək kimi, istərsə də sadə formada servis edə bilərsiniz. Qəti sarımsaq sevməyən və yeməyən biri olaraq mən belə çox bəyəndim. Sobaya verərkən sarımsağın kəskin qoxusu ətrafı bürüsə də hazır olduqdan sonra nə dadında, nə də qoxusunda qətiyyən sarımsaq hiss olunmurdu. Hər dəfə eyni şeyləri hazırlayıb yeməkdən bezmisinizsə, fərqli dad axtarırsınızsa bir dəfə də olsun sınamağa dəyər. Hazırlayın və geri dönüşlərinizi bildirin. Bəs siz necə sarımsaq sevirsiniz yoxsa yox? Rəylərdə yazın.